Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz bu günləri Quba rayonuna gəlmişik. Hamınızı Quba rayonundan salamlayırıq. Salam. Biz bundan əvvəlki çəkilişimizdə Qubada olmuşduq. Hətta biz Xınalığa getdik. Kamran, artıq gecə olduğu üçün biz orada çəkiliş eləyə bilmədik. Hava qaraldı. Hava qaraldığı üçün biz geri qayıtdıq. Çəkiliş edə bilmədik. Bizim ürəyimizdə qaldı ki, biz bu günləri Qubada, sırf Qubanın Xınalıq kəndini çəkək. İndi inşallah biz Xınalığa gedirik Kamran. Bəli. Xınalıqda dağ mənzərələrini yəqin ki görmüsünüz, baxmısınız, izləmisiniz. Bilməyənlər, görməyənlər də inşallah bu video material vasitəsilə görərlər. Bizim özümüz üçün də həm kəşf olacaq, ilk dəfə gedirik. Xınalıqda çox gözəl mənzərələr var. Orada belə bir yer var, Qartal heykəli var. Biz oranı inşallah çəkib sizlərlə paylaşmaq istəyirik. Bir sözlə, yolçu yolunda gərək. Getdik. Getdik inşallah. Baxın, qartallar uçuşur. Baxın, nə gözəl uçuşur qartal. Necədir Kamran mənzərə? Çox möhtəşəm, ecazkar mənzərədir. Çox. Səs yoxdur burada. Çox sakitlikdir, çox. Belə gözəllikləri görmək üçün buralara gəlməyə dəyər. Kamran, kəkliyotu dərə bildin? Hə, yemin dərdim. Baxın belə. Nə gözəl. Çayla dəmləyib içərik. Çox gözəl ətri var. Çox gözəl. Hə, Kamran, keçən dəfə gəlmişdik, buranı çəkmişdik. Amma gecə idi. Bəli.
Gecə vaxtı dağın zirvəsi görsənirdi, lakin indi dumanlıdır, görsənmir. Oradan gəlir yuxarıdan və buradan axıb gedir. Hə Kamran, bax bura çox gözəl mənzərədir. Bax, dağın qeyri-adiliyinə bax bir dənə. Burada durmamaq olarmı? Buranı çəkməmək, buranı gözəllik seyr etməmək olarmı?
Allah'ın möcüzəsidir bu valla. Bax. Bu gördüyünüz mənzərə Xınalıq yolunun üzərindədir. Çox gözəl mənzərədir. Yolumuzun üzərində belə gözəlliklərlə qarşılaşdıqda buraları çəkib sizlərlə paylaşacağıq. Yolumuzda nə qədər belə gözəlliklər görsək, buraları çəkməmək olarmı? Burada şəlalə var. Burada şəlaləni görürsünüz də, uzaqdan çəkirik. Ey əziz anam, Azərbaycan, sənə bağlıyam, Azərbaycan. Ömrümün mənası sən Azərbaycan, qardaşlıq dünyası sən Azərbaycan. Anamın anası sən Azərbaycan. Ömrümün mənası sən Azərbaycan. Qardaşlıq dünyası sən Azərbaycan. Anamın anası sən Azərbaycan. Ey əziz anam, Azərbaycan. Eşq olsun bütün Azərbaycanımıza, bütün bizim milli dəyərlərimizə sahib çıxan, milliyyətimizi, milli musiqimizi sevən bütün Azərbaycanlılara eşq olsun. Allah bütün həmyerlilərimizə, bütün Azərbaycanlılara can sağlığı versin. Biz iki qardaş Ağdam rayonunun İsmailbəyli kəndindənik. Əslimiz, kökümüz Ağdamlıyıq, Qarabağlıyıq. Amma buraların hər biri bizimdir. Yəni hər biri, bu gördüyünüz yerlər hər biri Azərbaycan övladına məxsusdur. Allahın yaratdığı bu gözəlliklər elə bizim hər birimizindir. Azərbaycan ümumilikdə Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına. Mən öz vətənimi, öz xalqımı sevirəm. Öz vətənimin hər bir daşını, dağını, dərəsini sevirəm. Xalqımı sevirəm, millətimi sevirəm. Burada maraqlıdır ki, belə yüksəklikdə çobanlar burada mal-qara otarırlar. Bu çox belə əslində təhlükədir. Bir dənə oranı zəhmət olsun.
belə bir gözəl uşaqla qarşılaşdıq. Sənin adın nədir ağıllı? Azad. Azad. Bura hansı kənd oldu? Cek kəndidir elə? Cek kəndi. Lap gözəl, lap gözəl. Keş otu satırsan, bir mənə baxım. Lap gözəl. Buyur. Sağ ol. Bura Cek kəndidir. Qubanın Cek kəndi. Eşitmişdin ki, amma Cek kəndi mən eşitməmişdim. Bura Xınalıq yolundadır, Cek kəndi. Cek kəndidir. Deməli biz hal-hazırda buludların arasındayıq. Bəli, görsənmir, məhdudlaşır, yol çox görmək çətindir. Qeyri-mümkündür. Qarşı tərəfi görə bilmirik. Bəli, bəli. Navigatorun köməyi ilə Çox yüksəklikdə bu yolları gedirik, çünki döngələri bilmək üçün ən azından hal-hazırda heç bir yer görsənmir. Gözəl kaman çiçəklər çox qəşəngdir. var. Hər cür Biz rəng nə qədər hündürlükdə olaraq kaman təxmini? Biz bilmərik onu hər halda. çox yüksəkdir. Çox yüksəkdir. Görsənmir artıq biz bu get-gedə yuxarı qalxırıq. Biz Qubanın Xınalıq yolundayıq. Deməli o sosial şəbəkələrdə məşhur, ən çox çəkilən və ən çox görüntülənən yerlərindən biri də Qartal heykəlidir. Hansı ki bu heykəl Qartal heykəli. Ən məşhur demək olar yerdir bura. Qubanın Xınalıq yolunda belə bir yer var. Qartal heykəlini çox çəkirlər. Məncə Qartalın heykəlinin bura yerləşdirilməsində məqsəd ondan ibarətdir ki, insanlara onu andırsınlar ki, yəni burada Qartal çoxdur. Bu zirvədə Qartal çoxdur. Biz yolla gələ-gələ nə qədər, inanın, Qartallar gördük. Göylə nə qədər süzən Qartallar gördük. Biz buludların arasındayıq hal-hazırda. Buradan uçurumdur. Deməli Qartal heykəlinin arxasındayıq. Kaman çox qəribə yerdir, elə deyilmi? Bəli, çox möhtəşəmdir mənzərə. Çox eyni zamanda da bura təhlükəli yerdir. Oranı bir dənə çək, ağappaqdır. Buludlardır. Görsənmir. Buludların üstündəyik. Bəli. Dağın zirvəsidir. Oradan şəlalənin səsi gəlir. Şəlalə səs gəlir. Ya çaydır. Nəsə səs gəlir amma. Görmürəm. İnsanlar gəlirlər buraya, baxın yazılar yazırlar. Kamran, bu Qartal haqqında çox danışırdılar ki, burada bir heykəl var. Çox zirvədir də ora. Yəni bura gəlmək hər kəsə qismət olmur. Mən belə düşünürəm. İnsan ömründə bir dəfə də olsa gəlib buraları görməlidir. Bu gözəlliklə tanış olmalıdır. Çox gözəldir. Gözəl hisslər yaşadır adama ki, buludların arasında olmaq.
Hə, Kamran, çox şükürlər olsun ki, biz artıq Xınalığa çatdıq. Bəli, Xınalıq kəndinə çatdıq. Əziz dostlar, biz Xınalıqdayıq. İndi bizə dedilər ki, burada yaxşı bir muzey var. Orada bayraq var. Gördüğünüz o bayrağı olan yerdə. İnşallah biz bu yolla oraya çıxmaq istəyirik inşallah. Biz bayaqları qeyd etdiyim kimi muzeyə tərəf gedirik. Bura Xınalıq xəritəsidir. Bura ümumilikdə Xınalığın xəritəsidir. Etnografiya muzeyinə gedirik biz hal-hazırda. Çox qəlizdir Kamran, nə əcəb deyirəm buralarda. Yol salmırlar. Bu gördüyünüz güllər çoban yastığıdır. Soyuq dəyməyə çox müalicəli faydası var. Çox Bəli. Bura Xınalıq tarix etnografiya muzeyidir. Əziz dostlar, biz Xınalıq kəndi tarix etnografiya muzeyinə çatdıq. Girişi buradandır, içəri daxil oluruq. Bax, burada belə saxsı qablar var. Bu gördüyünüz telefonlardır, qədimi telefonlardır. On 19-cu əsrə aid olan sərnizdir gördüyünüz kimi. Bu qədimi pullardır. Yaxından göstərəcəm bunu. Bu gördüyünüz qədimi pullardır. Bu Nikola Tesla'nın şəklidir orada. Nikola Tesla'nın şəkli pulun üzərində, əskinasının üzərində. Bunlar qədim əlyazmalardır. Qədimi əlyazmalar, kitablardır. Burada hətta kitabların içərisində baxın şəkillər də var. Çox qədimi əlyazmalar da bunlar. Qədimi Qurandır. Bu Şamdandır. Qədimi Şamdan gördüyünüz. Bu qədimi tərəzidir.
qədimi tərəzidir bu. Buraya bax. Bu bildiyimiz çarıqdır, qədimi çarıqlardır. Xınalıq kəndindən olan Əhməd əfəndidir bu gördüyünüz. Türkiyədə Quran dərsləri verib. Bu rəsm Türkiyədə çəkilib. Çox qədimi bir rəsmdir. Xınalıq kəndində Rəhim Alxas deyə şair olub. Onun burada çox gözəl misralarını gördüm mən. Bahar çağı xınalığım, girən zaman dondan dona, dəyişmərəm bu kəndimi 100 Parisə, 1000 Londona. Rəhim Alxas. Allah rəhmət eləsin. Baxın, şeirin müəllifidir bu, rəsmdə gördünüz. Rəhim Alxas, xınalıq şairidir. Bu onun kitabıdır. Görün bunun nəşr tarixi 2013-cü ildə nəşr edilib. Aha, lap gözəl. Allah qəni-qəni rəhmət eləsin. Bu da xınalığın şairidir. Ədəbiyyatımıza gözəl nümunələr bəxş edib. Bu da xınalıq cəmaatının düyünlərdə çəkilmiş rəsmləridir. Bir yerdə yığıncaqlarda, baxın buradan çək başdan qədimi şəkillərdir. Bu rəsmdə gördüyünüz Şəkər nənə deyilən nənəmizdir. 120 yaşında vəfat edib. Bu qədimi milli geyimimizdir. Milli qadın geyimidir. Rəhim Alxasın rəsmidir. Burada çək bu şairimiz. Xınalığın şairi Rəhim Alxasın rəsmidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox gözəl haldır ki, muzeyimizdə 1-ci Qarabağ müharibəsinin iştirakçılarının rəsmləri yerləşdirilib. Burada şəhidlərimiz də var. Rüfət İbrahimoğlu, Xan Əhmədov Arif Fərzəli oğlu və bir çox şəhidlərimizdir. Bu isə hal-hazırda sağdır, bu gördüyünüz rəsmdəki adam. Başından güllə yara salıb Əhmədov sahib. Allah ona uzun ömür, can sağlığı versin. Qarabağ qazisidir, hal-hazırda yaşayır. Nümunə olaraq onun da rəsmini burada yerləşdiriblər. Çox Aya heykəlləridir, amma qədim tarixə malik deyil, yəni yeni hazırlanıb bunlar. Deməli biz Xınalıq muzeyində olduq. Qapısı öncə kilitli idi, sonradan sağ olsunlar bizim üçün açdılar. İndi biz inşallah məscidə gedirik. Burada çox qədimi məscid var, oranı ziyarət etməyə gedirik inşallah. Xınalıq məscidinə. İbrahimdir. Bizə məscidi göstərəcək inşallah. Xınalıq məscidini. Adın necə oldu sənin? İbrahim. İbrahim. Deməli, İbrahim bizi sağ olsun getdi bura. Deməli, buranın adı nə oldu məscidin? Aba Müslüm məscidi. Aba Müslüm. Bəli. Hə, Aba Müslüm məscidi. Lap gözəl. İndi buranı zəng etdi. İbrahim dedi nömrəyə yığaq zəng eləyək. Gəlib indi qapını bizim üçün açacaqlar inşallah. Bəli. Çox sağ olsun. Neçədə oxuyursan? Mən 8-də. 8-də oxuyursan. Maşallah. Maşallah. Məscidə daxil olduq. Buranın axundu. İnşallah özünüzü təqdim edərsiniz, zəhmət olmasa.
Şabanov Yusif Hacıoğlu, mən Xınal kəndinin dini ayinlərin icraçısıyam. Bu məscidin tarixi belədir ki, Hicri qəməri tarixlə 80-ci illərdə tikilib, miladi tarixlə 7-ci əsrin sonlarına təsadüf edir. Və bu məscid Azərbaycanda ilk tikilən məsciddir, dünyada da ən hündürdə yerləşən məsciddir. Bu məscidə dünyanın bütün ölkələrindən insanlar ziyarətə gəlir. Və hətta elə hallar olub ki, burada yaşanıb ki, Pakistandan indi burada divarda gördüğünüz kimi Əsma-ül Hüsnanı getiriblər. Həmin ailə 2 dəfə burada olub. Bir dəfə gəliblər, namaz qılıblar, niyyət ediblər və niyyətləri həyata keçdiyi üçün ikinci dəfə öz əlləri ilə Əsma-ül Hüsnanı işləyib getirib, hədiyyə ediblər. 1360-1370 ildir bu məsciddə Allahın duaları oxunur, Allahdan təvəqqə dilənir, Allahdan məğfirət dilənir və Allah da öz qullarına şəfa vermək üçün, nicat vermək üçün bu məscidi səbəb edir, vəsilə edir və İslamın sevgi dini, dostluq dini, mərhəmət dini olduğunu reallıqda onlara əks etdirmək lazımdır ki, onlar bunu görsünlər və dərk etsinlər. Və burada bir maraqlı nüans odur ki, mən burada Qur'an-ı Kərimlə yanaşı İncili və Tövrəti də qoymuşam. Düzdür, Qur'an-ı Kərimdə Əl-Bəqərə surəsinin 97-ci ayəsində deyilir ki, Cəbraildir onların düşmənlərinə, yəni o kitabların düşmənlərinə çatdır ki, Qur'anı, İncili və Tövrəti nazil edən Allahdır. Yəni bu Qur'anda, yəni İncillə Tövrət haqqında məlumat verir və bugün bu kitabların burada qoyulmasının da əsas mənası ondan ibarətdir ki, buraya gələn qeyri-müsəlmanlar öz kitablarını burada gördüyü zaman daha doğmalaşırlar və həqiqətən də İslamın hər hansı bir dinə və hər hansı bir millətə aqressiyasının olmadığı, sevgi ilə qarşıladığının bir mənalı olaraq təzahürüdür. Allah sizə kömək olsun, xoş gəlmişsiniz. Çox sağ olun. Allah köməyiniz olsun, gözəl məlumat verdiyiniz üçün. Onu qeyd etmək istəyirəm ki, Quran-ı Kərimin axundumuz qeyd etdiyi kimi, Quran-ı Kərimi deməli, biz Latın əlifbası ilə biz hər ikimiz 2 qardaşıq biz. Oxumuşuq. Bir dəfə qardaşım oxuyub, 3 dəfə mən oxumaq qismət olub. İnşallah ki, ərəb dilində də oxumağı Allah bizə qismət edər. Amma bir söz demək istəyirəm. Mən fikir, ümumiyyətlə, İslamda açıq fikirlilik hər zaman yaxşı qarşılanır. Yəni, insan fikrini bildirməyə yaxşıdır. Siz Tövrətlə bağlı qeyd etdiyiniz bayaqki məsələyə aid olaraq bunu demək istəyirəm ki, Quran-ı Kərimdə ümumiyyətlə deyilir ki, Tövratdır, İncildir. Onlar təhrif olunması ilə bağlı deyilir. Düzdür, deyirlər ki, Tövrətlə İncil təhrif olunub. Mən inkar eləmirəm. Amma bugünkü gündə belə bir vəziyyəti nəzərə almaq lazımdır ki, Tövrətlə İncili nə mən, nə siz təhrif etməmişsiniz, düzdürmü? Onu təhrif edən günahını daşıyır. Onu da cəzasını Allah verəcək. Biz orijinalını tapa bilmədiyimiz üçün əlimiz çatdığı qədər hansına ki əlimiz yetib onu gətirib qoymuşuq. Amma yenə də deyirəm ki, onları tərif edənin cəzasını vermək üçün Allahın gücü yetər və Allahın heç kəsin köməyinə ehtiyacı yoxdur. Belə bir qədimi deyim var ki, atalar misalı var. İspan atalar misalı var. Deyir, elə bir kitab yoxdur ki, onun içərisində lazımi məsələlər vurğulanmasın. Yəni Tövrat, İncil, Tövrat istər İncil olsun, hər birində bizə lazım olan, bizim öyrənə biləcəyimiz, mariflənə biləcəyimiz məsələlər var. Yəni Peyğəmbərlərimiz haqqında, məsələn Musa əleyhissalam, istər İsa əleyhissalam haqqında müəyyən məlumat sahibi olmaq olar. Təşəkkür edirik məlumatınıza görə, çox sağ olun. Bizi belə gözəl qarşıladınız. Allah sizdən razı olsun. Bir şey onu qeyd edirəm ki, Qur'an-ı Kərim yəni elmin müəllimidir. Çünki Qur'anın elmi təsvirini oxuyanda belə deyək, həqiqi mənada elmə varmaq istəyənlər orada Qur'anın elmi təsvirində çox şeylər öyrənə bilir. Eyni zamanda Qur'an etik qaydalarının rəhbəridir. Və bir şey onu nəzərə çatdırmaq istəyirəm ki, bu dünyada 2 insan var. Biri pozitivdir, biri negativ insandır. Pozitiv insanlar hara gedirlərsə getsin, gözəllik axtarırlar, gözəllik axtarışındadır və gözəlliklə öz mənzillərini başa vururlar. Bir də var ki, negativ insan. Negativ insan hara getsə qüsur axtarır. Nəinki insanlarda, hətta Qur'anda da qüsur axtarır və Allahın özündə də qüsur axtarır. Çünki o artıq Əl-Bəqərə surəsinin 6-cı ayəsində qeyd olunmuş kimi onların gözləri pərdəli, qulaqları da mühürlüdür. Allah o kəslərdən etməsin bizi. Allaha həmd olsun ki, belə gözəlliklər yaradıb. Ümumiyyətlə, məscid Allahın evi hesab edilir.
Bura Allahın evidir. Harada ki Allahı yad edirik, harada ki dua edirik, orayla müqəddəsdir, gözəldir, paçdır, təmizdir. Sizin kimi gözəl ağsaqqallarla həm söhbət olmaq bizə çox gözəl hisslər bəxş edir. Çox həqiqətən də, yəni biz kənd-bəkənd, rayon-rayon gəzirik. YouTube-da da bizim səhifəmiz var. Orada bir çox insanlarla qarşılaşırıq. Ümumiyyətlə Azərbaycanın çox yerində gözəl, belə bilikli, savadlı insanlar var. Ədəbiyyatımız da inkişaf edib. Burada şairlərimiz, bayaqları aşağıda biz Alxas şair, Rəhim Alxas muzeydə də onun kitabları ilə maraqlandıq, baxdıq. Biz özümüz ədəbiyyatla yaxından maraqlanan insanlarıq, dünya ədəbiyyatı ilə. Muhammed sallallahu əleyhi və səlləm buyurub ki, 5 işdən məzara kimi elmlənmək, bilmək, öyrənmək lazımdır. Biz də o yolda getmək istəyirik inşallah. Elədir, haqlısınız. Rəhim Alxas rəhmətlik, məkanı cənnət olsun. Xınalı çox gözəl təsvir edilib. Onun bir şeiri var. Onu hətta xaricdən gələn qonaqlar da əzbərləyir. Bahar çağı xınalığım, girən zaman dondan dona, değişmərəm bir kəndimi 100 Parisə, 1000 Londona. Əlbəttə ki, o pozitiv bir gözlə baxıb, gözəlliyi istəyib və gözəlliyi də görüb. İnşallah inanıram ki, doğrudan da bizim ölkəmizin bütün bölgelerinde değerli insanlar var. Ve aynı zamanda bir müdriklik olmalıdır. Müdrik insan o zaman özünü xoşbəxt hiss edir ki, onun etrafında olanlar xoşbəxtdirlər. Ve müdrik insanın əsas prinsipi ondan ibarət olmalıdır ki, yetişen gençlere əxlaq aşılamasında kusursuz olsun ve yetişen gençlere xoşbəxt olmanın, uzun ömürlü olmanın sirrini aşılasın. Mütləq və mütləq ehtiyac duyulur ki, doğrudan da hər bir insana ideal xidmətə və ideal bir aşılanmaya aparasan. İnşallah mən də fikirləşirəm ki, qüdrətli Allah insanlara xeyrə vəsilə olanları daha çox onun ibadətlərini qəbul edir və ən gözəl ibadət də Allahın qullarına ideal xidmətdir. Bəli, siz qeyd etdiniz ki, bayaqlar mən qeyd etdiyim kimi 5 işdən məzara kimi elmlənmək. Qədim Yunan filosofu Sokrat deyir ki, mən bircə onu bilirəm ki, heç nə bilmirəm. İnsan ümumiyyətlə dünyasını dəyişənə dəyək, insan var ki, maariflənmək istəmir. Deyir, artıq mən müəyyən yaşa satmışam, 60 yaşım var, 50 yaşım var. Mən bundan sonra kitab mı mütaliə edəcəm və yaxud da hər hansısa bir elmə vaqif ola bilərəmmi bundan sonra? Amma mən də düşünmürəm, yəqin ki, siz də elə düşünürsünüz. İnsan məzara qədər öyrənməlidir, bilməlidir. Yəni, insan nə zamansa özünün bilikli olduğunu düşünsə, demək ki, o insan hələ heç nə öyrənməyə getsin. Bəli, bəli. Çox gözəl vurguluyorsunuz. Bəli, mən sizə belə bir şey diyeceğim ki, Peygamber Efendimiz kamil insan nümunəsidir və Allahın Rəsuludur, Allahın seçimidir. Əlbəttə ki, onun qədər bilikli, onun qədər savadlı ikinci bir insanı Allah yaratmadı. Amma bu sizin dediyinizə mən gəlirəm ki, mən çox şey öyrəndim, ancaq heç nə bilmirəm. Əlbəttə ki, bu dünyanın sirrini Allah'tan başqa heç kəs bilə bilməz və Qur'an-ı Kərimdə Kəhf surəsinin 109. ayəsində də qeyd olunur ki, dənizlər mürəkkəb olsa bitər, tükənər, Allahın ilmi tükənməz və bitməz. Bir sözdə İslam dini bir dəryadır. Hər kəs ondan bir damla götürə bilsə, nə xoş onun halına. Çox sağ olun məlumatınız üzrə. İndi zəhmət olmasa bizə o Pakistandan qeyd etdiniz ki, gəlib Əsma-ül Hüsnanı gətirən. Əsma-ül Hüsna, zəhmət olmasa onu bizə göstərərsiniz inşallah. Pakistandan getirilən Əsma-ül Hüsna babudur, öz bayraqları da var. Öz əlləri ilə işləyiblər, çox gözəl də bir işdir, xırda dislərlə. Mən deyərdim ki, bu Əsma-ül Hüsnanı işləmək üçün heç olmasa bir 90-100 gün onların vaxtı sərf olunub. Həqiqətən bu da ondan irəli gəlir ki, onların qəlbində Allaha olan sevginin təzahürüdür. Bəli. Pakistanlılar İslamda çox yaxından maraqlanırlar, İslama çox bağlıdırlar. Onlar Qur'an-ı Kərimdir, İncildir və Tövrətdir. Bu üç kitabı, üç səmavi kitabı gətirib yanaşı qoymuşam ki, xeyli müsəlmanlar gələndə də görürlər ki, həqiqətən də burada İslam öz belə dağda ideallığını qoruyur. İslam öz sevgisini, öz dostluğunu, öz mərhəmətini burada da biruzə verir. Allah Taala'nın bizə bəxş etdiyi 4 səmavi kitab var. Onlardan 3'ü hal-hazırda buradadır. İncil, Tövrat, Zəbur, Qur'an. Yəni Zəbur yoxdur burada inşallah. O da çox çətin tapılır Zəbur ümumiyyətlə. Amma hal-hazırda 3 səmavi kitabımız buradadır. Allahın rəhməti, Allahın diqqəti daima bizim üzərimizdə olsun. Allah bizi öz başımıza bırakmasın inşallah. Allah günahlarımızı bağışlasın inşallah. Allah bu dünyamızı ve ahiretimizi Kur'an-ı Kerim'le şereflendirsin. İnşallah. Ve ben inanıram ki kimin həyat rəhbəri Kur'an-ı Kerim'dirsə,
o adamın elmi savadı yeteri kadar ve etik qaydalarında qüsursuzdur. Bu Abu Müslüm məscidindəyik biz. Şabanov Yusif Hacıoğlu Axund əmmimiz, ağsaqqalımız. Allah uzun ömür, can sağlığı versin. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü en la Muhammeden Resulullah. Eşhedü en la Muhammeden Resulullah. Bir nur çeşməsisən sən ya Muhammed. Haqqın gür səsisən sən ya Muhammed. Hər iki dünyada fövqəl bəşərsən. Dahisən, ülvisən, idraksan, ərsən. Bütün qəfillərə ali xəbərsən. Sahibi Qur'ansan sən ya Muhammed. Əbədi zamansın sən ya Muhammed. Könüllər Fatihi İslam'a bayraq, müşküllər açarı hər kəsə dayaq. Qaranlıq dünyada sönməyən çıraq. Gözlərə işıqsın sən ya Muhammed. Bizə yaraşıqsın sən ya Muhammed. 5 müqəddəs şəxsdən sən birinci. Zövqü səndən alır dəryada inci. Sən bu dünyanın haqlı sevinci. Həmişə baharsın sən ya Muhammed. Qəlblərdə yaşarsın sən ya Muhammed. Qibləmiz, Kəbəmiz, səcdə yerimiz. Əhər haqla saldın əbədi bir iz. Sənin haqq yoluna tapınırıq biz. Savab kərvanısan sən ya Muhammed. Şəfa dərmansın sən ya Muhammed. Əzabında yandıq min möhnətin. Bizə yasaq oldu hər ibadətin. Günahımız böyükdür, lütfümüz çətin. Mərhəmət xanısan sən ya Muhammed. Ümid ünvanısan sən ya Muhammed. Göylərdən merajda aləmə baxdın. Gördün ki şahısan dünya paytaxtın. Cənnətdə yaqutdan qurulmuş taxtın. Şəfqətsən, hikmətsən sən ya Muhammed. Qüdrətsən, qeyrətsən sən ya Muhammed. Sən hüsnü xudasan, kəmal sahibi. Sən gözəllik rəmzi, cəmal sahibi. Sən vəih sahibisən, xəyal sahibi. Allah mühəndisisən sən ya Muhammed. Uludan ulusan sən ya Muhammed. Bakir ürəklərin minus sultanı. Məhəbbət timsalı, fəzilət xanı. Şöhrətin bürüyür bütün cahanı. Cənnət açarsan sən ya Muhammed. Müslümlər yarısın sən ya Muhammed. Önümdə şeirimdə, sözümdə aciz. İlhamım da aciz, özüm də aciz. Səni vəsf etməkdə gücüm də aciz. Kainat peykisən sən ya Muhammed. Dünyanın ilkisən sən ya Muhammed. Bu son sözlərin sahibiyəm mən. İslam dinin aşiqiyəm mən. Muhammed himmətin yusifiyəm mən. Arzular ocağı sən ya Muhammed. İslamın dayağı sən ya Muhammed. Allahümme salli ala Muhammeden və alə Muhammed. Çox sağ olun, çox gözəl. Özünüz mü yazmısınız bu İslamı? Hə, lap gözəl. Deməli, əmmimizin şeiridir, çox gözəl, çox gözəl. Bizim Peyğəmbərə olan hörmətimiz sonsuzdur. Allah Teala onu aləmlərə rəhmət olaraq göndəribdir. Allahın salamı olsun ona. Çox sağ olun əmi. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün, haqqınızı bizə halal edin. Çox sağ olun, minnətdaram. Belə gözəl məkanda sizlə görüşmək. Yəni bundan gözəl məkan ola bilərmi? Mən düşünmürəm. Mümkün deyil. Dediniz 7-ci əsrdə buranın tarixi. 7-ci əsrin sonlarında. 7-ci əsrin sonlarında inşa edilib bu məscid. Peyğəmbər Efendimizin vəfatından 60 il sonra çıxdı. Muhammed Peyğəmbər əleyhissalamın vəfatından 60 il sonra bu məscid inşa edilib. Allah ölkəmizi bütün xətalardan hifz eləsin. Allah dünyamızı sabit qılsın.
Bu dünyada müharibələr olmasın, heç kəs güllə yarasıyla həyatını Amin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri behişt olsun. Çox sağ olun, Allah razı olsun, haqqınızı alayım. Çox sağ olun, minnətdarım, sağ olun. Buradakı evlər qədimi tikililərdir. Daşlarına baxın. Daşların formasına baxıram. Çox qəribə fikirlərlə rastlaşırıq burada. Çox qədimi fikirlər. Çox. Burada yolları nişanlarla tapmaq olur. Hara getmək istəyirsinizsə o istiqamətdə doğru gedirsiniz. Kamran, bu gözəlliklərdən həqiqətən də insan ayrılmaq istəmir. Biz həmən yolları artıq Kamran geri dönüş edirik. Yavaş-yavaş Allahın köməkliyi ilə qayıdırıq. Xınalıq kəndindən çıxdıq. Biz buradan bu dağın üzəri ilə aşağıya enirik hal-hazırda. Enib belə fırlanıb düzdür o tərəflərə getməliyik. O yolla getməliyik də, oradakı yolla. Oradakı yolla davam gələcək. Bu yolla gedəcək inşallah.
Deməli illərdir bu şəlalə burada axır və bundan da inşallah sonra bu şəlalə buradan axasıdır. Dağın altından qalxır, sonra süzülür aşağıya. Emil, bu qayanı görürsən? Hə, bu Bunun yəni ki, aşmayacağına kim zəmanət verə bilər? heç kim. Çox demirəm, bircə parça qırıntı yerə dağılsa, bu yol bağlandı da, şey, qaldım bu. Həm bağlandı, həm də maşına Gediş-gəliş kəsilərdi. Bəli, bəli. Çünki başqa alternativ yoxdur. Bir dənə yol buradır. Qayıtmaq üçün, geri dönüş üçün. Xınalıq kəndindən yol məhdudlaşır. Oradan dağdır, artıq Dağıstan sərhəddə var. Və oradan dağın o birisi tərəfi İsmailli Qəbələ tərəfdir. Maşınla yol yoxdur, getmək qeyri-mümkündür. Ancaq atla getmək olar ora. Çox diqqətli olmaq lazımdır bu yollarda. Bu yollar başqa yollara bənzəmir deyərdim. Hə, əziz dostlar, əziz yoldaşlar, biz Qubanın Qəçrəş meşəsindəyik hal-hazırda. Biz artıq geri dönüş edirik. Biz inşallah Bakıya qayıdırıq. Sağlıq olsun. Gələn dəfə inşallah başqa rayon və kəndlərimizi, gözəl mənzərəli yerlərimizi, Azərbaycanımızın gözəl güşələrini gəzdiyimiz təqdirdə sizinlə çəkib paylaşacağıq. Sağlıq olsun. İnşallah biz Bakıya geri dönüş edirik. Hələlik sağ olun.